Salam hacı. Bəlkə biz bu ürək sözlərimizi sənə yanımızda olarkən deməliydik. Amma sənin kimi insanlar ölmür. Ürəklərdə, fikirlərdə, dillərdə yaşayır deyə bu sözləri indi deyirik. Sənin necə imanlı bir qardaş olduğundan, Allahına necə sadiq bəndə olduğundan, nəfsinlə adın kimi necə mübarizə apardığından danışırıq. Qoy yaddaşlarda qalsın ki, bu dostların bir Hacı Mübariz adında dostu var. Bəli, var deyirik, çünki bəzi insanlar var ki, onlar haqqında keçmiş zamanda danışmaq mümkün olmur. Sən belə insanlardansan, Hacı Mübariz. Səninlə gəzdiyimiz ziyarət yolları da yaddaşımızda bir başqa cür qalıb. Amma öz aramızda həddindən artıq səxavətli olmağına baxmayaraq, bizi özünə tam arzu qoydun. Ruhən yanımızda olsan da, cismən tez getdin aramızdan. Nə demək olar? Tək təsəllimiz ən gözəl dostun Allahın dərgahında olmağındır. Peyğəmbər və əhl-i beytinə bizim də salamlarımızı çatdır hacı. Ruhun şad olsun, ey uzun illərin gözəl dostu. Görüşənə dək. Aleyküm salam hacıcan. Bu ayağım. Allah razı olsun. Şükür yaxşılık sən etərsən. Allah Teala köməyiniz olsun. Hər zaman dualarımdasın.